Salam uşaqlar, belə bir maraqlı sual salıbdı. Füqların sahəsi bölməsinə aiddir. Buraxışa düşə biləcək bir sualdır. Burada həm füqların sahəsi var, həm oxşarlıq dərsi var. İki dənə bölmənin kombinasiyasının əmələ gələn sualdır. Çox maraqlı sualdır, düşə bilər. Ehtiyatla qulaq asın, diqqətlə qulaq asın. Başlayaq. ABCD paralleqramının B bucağının tən bölən uşaqlar. Tən bölən varsa, paralleqram dərsində, romb dərsində, trapesiyada tən bölən sözü varsa, bilməlisən ki, birinci bucağı yarı və yarı bölür tən bölən o heç. Başqa nəyi bilməlisən? Bərabər yanlı üçbucaq əmələ gəlməlidir. Bərabər yanlı üçbucaq nələrin sayəsində əmələ gəlir? Daxili çarpaz bucaqların sayəsində. Gəl göstərim həmin o bərabər yanlı üçbucağı, həmçinin daxili çarpaz üçbucağı. Demək, bu tən bölən imiş. Deyir, CD tərəfin uzantısı ilə, yəni bura ilə kəsişibdir. Və bu bucaq uşaqlar əgər x-dirsə, daxili çarpaz bucağı bu bucaqda həmçinin x olacaq. Bu bucaq x-dirsə, dostlar, həmçinin bunun daxili çarpazı buradır, bu da x olacaq. Və həmçinin bu x-dirsə, qarşılıqlı bucağı bu bucaqda x-dir. Burada mənə gəldi uşaqlar, baxın. Qum saatı qaydası. Və bunların uşaqlar A bucağı ilə də D bucağı daxili çarpaz bucaqlardır. Bunlar bir-birinə bərabər olacaq. Avtomatik olaraq bir-birinə bərabərdir. Daxili çarpaz olmasa belə yenə bir-birinə bərabər olacaq. Çünki üç bucağın iki daxili bucağın cəmləri x-dirsə, digər üçüncü bucaqlarda eyni qiymətə olmalıdır. Və buradan babiçkaya girəcək. Burası heç. Bir də uşaqlar başqa bir oxşarlıq var. Onu gəlin sizin üçün qırmızıdan göstərim. Baxın, bu ana bala üç bucaqlar qaydasıdır. Burada demək var M, Y, D üç bucağı ilə oxşardır. B, Y, C üç bucağı uşaqlar. Həmçinin A, B, M üç bucağı ilə, baxın, birinci A-dan başlamışam, birinci buradan D-dan başlamalıyam. Oxşardır. D, Y, M üç bucağı uşaqlar. Mənə CD bölünsün D-yə haqqında məlumat veribdir. CD bu hissəsi 3 paydır, bu hissəsi 1 paydır. Ana bala üç bucaqları necə idi? Balaca üç bucağın uyğun nisbəti, tərəfin nisbəti 1K. Bölünsün böyük bucağın uyğun tərəfin nisbəti uşaqlar. Böyük bucaq sizdə 4K-dır. 3K ilə işləməyək. 4K. Sahələr haqqında məlumat soruşduğu üçün kvadratı qoyacaqsan. Bərabər uşaqlar, bu üç bucağın sahəsi bölünsün böyük bucağın sahəsi. Mən yazıram. 3 bucaq, S 3 bucaq, M, Y, D bölünsün. S 3 bucaq, Y, qoy birinci B-dən başlayaq. B, Y, C. Y-ləri özüm uşaqlar ortaya yazdım. Hər iki oxşarlıq dərsində belə bir adlandırmalara fikir etmək lazımdır. Kalar təbii ki, xısa gedəcək. Qalacaq 1/4-ün kvartı, yəni 1/16. Bərabər M, Y, D üç bucağının sahəsi bölünsün B, Y, C üç bucağının sahəsi. Onda M, Y, D üç bucağının sahəsindən uşaqlar düşəcək 1 pay. Bax, bu hissəyə 1 pay düşür. Böyük bucağın sahəsində isə, bax, burada mənə gələn böyük bucağın sahəsində isə uşaqlar düşəcək 16 pay. Onda bu trapesiyanın sahəsi 16 çıx 1, 15 verəcək uşaqlar. Bu getdi belə. İndi baxacaqsınız bayaqçı babiçkaya, qum saatına dostlar. Bax, bu qaraladım sənin üçün bu hissəni. Buranın sahəsinin olan nisbəti bunun tərəfinin olan nisbətidir. Və paralleqram olduğu üçün bunun balaca tərəfi 3 paydırsa, onda AB həmçinin 3 pay verəcək. Başlayaq oxşarlığa yenidən girək. 3K-nın 1K-ya nisbəti. 3K-nın 1K-ya nisbəti bərabərdir. Buranın sayısı haqqında məlumatımız yoxdur uşaqlar. Sual yazıram. Bölünsün, buranın sayəsində 1 pay düşübdür. Amma sahə haqqında danışırıqsa nə edirdik? Kvarta yüksəldirdik. Kvarta yüksəltmək lazımdır. Kalar təbii ki, xısar getdi. Qaldı 9/1 bərabər sual bölünsün 1-ə. Sualın cavabına qalacaq 9 uşaqlar. Yəni buranın sayəsi 9-dur. Mənə isə nə istəyir? Deyir ABCD düzbucaqlının paralleqramının sahəsi. Bura 15, bura 9 tapdıq. 24 bölünsün D, Y, M-in sahəsi. Buranı uşaqlar 1 tapmışıq. Cavab olacaq 24. A parametrinin hansı müsbət qiymətində x üstəgəl A bərabər x üstəgəl y bərabər A və bu ifadənin deyir yeganə həlli olar. Tənlər sistemi olaraq veribdir. Tənlər sistemi normal qaydası necə idi? Yəni yazaq. Burada yeganə həll soruşa bilər, sonsuz sayda həll soruşa bilər və həlli yoxdur soruşa bilər. Bizim misalımızda amma bundan danışmırıq. Çünki qüvvətlərinə 2 verib uşaqlar. Bizim misalımız bu qaydalar deyil. Bu qaydaları sizin üçün yazıram.
Belə şərtlər var uşaqlar. Sonsuzluğun belə bir şərti var. Həlli yoxdurun belə bir şərti var. Axırda gəlib deyə qursağına qoyur. Yeganə həldə isə belə bir şərt var. Əgər tənlər simi sənin bu haldadırsa. Amma bizdə belə deyil. Görək bizimki necə işləyəcək uşaqlar. Yeganə həll söhbətini ya kvadratik tənlikdə işləmişik, ya indi burada tənlər simini işləmişik, ya da uşaqlar bax bu tənlikdə. AX bərabərdir. AX bərabərdir uşaqlar. B tənliyində. Həlli yoxdur deyir. Həlli yoxdur. Yeganə həll deyir. Və sonsuz sayda həll deyir. Sonsuz sayda həldə uşaqlar. Demək necə olur? A bərabər 0, B bərabər 0 olur. Həlli yoxdur da A bərabər 0, B fərqlidir 0 olmalıdır. Çünki həlli yoxdur deyirsə məxrəc 0 olmalıdır. Yeganə həldə isə A fərqlidir 0 olmalıdır. Bu da deyil iş orası. Çünki bunun uşaqlar həm başda 2 var, həm tənlər simindən məhdudlaşdırıbdır. Necə eləyəcəyim? Bəs kvadratik tənliyə girəcəyim. Başda 2 varsa, bu kvadratik tənliyin yeganə həll versiyasıdır. Onu gəlin təkrarlayaq, sonra misalımıza başlayaq. AX kvadrat üstə gəl, BX üstə gəl, C bərabər 0. Diskriminasiyadan bu yol nə baş verirdi uşaqlar? 2 müxtəlif həqiqi kökü olur. 2 müxtəlif, burada həqiqi sözünə fikir verin. Həqiqi kökü olur. Diskriminasiyadan kiçikdirsə, həlli yoxdur uşaqlar. Həqiqi həlli yoxdur. Yoxdur. Və diskriminant sıfıra bərabərdirsə, 2 uşaqlar eyni kök yaza bilərsən və yaxud da bərabər kökləri var və yaxud da yeganə kök uşaqlar. Bax bizdə lazım bax bu yeganəlik. Bu yeganə istifadə edəcək. Yəni axırda diskriminant kvadratik tənlikli bir şey ifadə edəcək misalı. Və diskriminantın cavabını sıfıra bərabərləşdirəcəksən. Başlayaq işləyək. X üstə gəl A bərabər A ifadəsinə uşaqlar toxunmayacağam. X üstə gəl Y daha doğrusu bərabər A ifadəsinə dəymədik. Aşağıda müxtəsər vari açacaqsan. X üstə gəl Y-in müxtəsər kvadratı çıxılsın 2xy bərabər 5. X üstə gəl Y əvəzləsəm. A-nın kvadratı çıxılsın 2xy bərabər 5. Uşaqlar, hal-hazırda mən buna kvadratən olaraq baxa bilmərəm. Çünki 3 dənə məhsulu var. Gəlin ya x-i ya y-də əvəzləyək. Fərqi yoxdur, bura seçim səndədir. Mən y-i əvəzləmək istəyirəm. Y bərabərdir. A çıxılsın x. Demək, A-nın kvadratı çıxılsın 2 vurulsun. X vurulsun. A çıxılsın x. 5 daxtım bu tərəfə uşaqlar çıxılsın 5 bərabər 0 alınsın. Vurub açacağım misalı. A kvadratı çıxılsın 2xa üstə gəl 2x-in kvadratı çıxılsın 5 bərabər 0. A parametrdir uşaqlar. A yəni ədəddir. Bizdə məhsul x-dir. Ona görə birinci 2x-in kvadratını yazacağam. 2x-in kvadratı çıxılsın 2ax üstə gəl a kvadratı və çıxılsın 5 var. Üstə gəl a kvadratı çıxılsın 5 bərabər 0. Diskriminantın cavabını 0-a bərabərləşdirməlisən. Burada uşaqlar A əmsalınız 2-dir, B əmsalınız -2 A-dır. C əmsalınız isə yanında x olmayan sərbəst ədədlərin hər biri, yəni A kvadrat 5, səndə C əmsalıdır. Diskriminant üsulunu tətbiq edərsəm, B kvadratı çıxılsın 4AC-nin cavabını 0-a bərabərləşdirəcək. Sizdə uşaqlar B-nin qiyməti -2 A-dır. Olacaq 4A kvadratı çıxılsın 4 vurulsun A əmsalın 2-dir. C əmsalının isə A kvadrat çıx 5-dir. Misalın cavabı 0-dır. Adi tənlikdir uşaqlar burada. Tənlikdən tənlik çıxdı, fikir verdiniz. Diskriminantdan yenidən bir kvadrat tənlik çıxdı. 4A kvadrat çıxılsın 8A kvadratı üstə gəl 40 bərabər 0. Səbirli olun uşaqlar, səbirli olun bu tip suallarda. -4A kvadratı bərabər 40 at bu tərəfə -40. -4-ə bölsün hər tərəfi A-nın kvadratı 10-dur. Onda A-nın cavabına uşaqlar müsbət -kök altı 10 qalır. Bizdən isə A parametrinin hansı müsbət qiymətidir? Cavab olacaq B bəndi. Belə bir sual uşaqlar. Üçbucaq bölməsi var burada. Düz xətt var və çevrənin tənliyi var. 3 dənə qayda haqqında məlumat olmalıdır. Düz xəttinin və koordinat oxlarının əmələ gətirdiyi. Əgər bu sözü sənə istifadə veribsə, cümlənin içərisində istifadə edibsə, koordinat oxları hansı oxlardır? Bir dəfə x, bir dəfə y olaraq qəbul edəcəksən. Yəni x və y oxları ilə əmələ gətirdiyi sözünü istifadə eləməyib, birbaşa verib ki, sənə koordinat oxlarının əmələ gətirdiyi. X ilə əmələ gətiribsə, bir dəfə y ilə 0 qoyacaqsan. Y ilə 0 qoysa olacaq -4x bərabər 24-ə. X-in cavabı -6-dır. Və bir dəfə də x-in yerə 0 qoysaq, yəni bu şərt varsa, əgər uşaqlar bir dəfə x-in yerə 0, bir dəfə y ilə 0 qoyacaqsınız. 3y bərabər 24-ə, y-in cavabına qalacaq 8. Düzbucaqlı koordinat sistemini qurmağa çalışsam,
Mənə nə verəcək mənə? -6 və 8-dir. X-in -6 qiyməti Y-in isə müsbət 8. Belə bir üçbucaq qurulubdur. Deyir, əmələ gələn üçbucağın daxilinə çəkilmiş çevrənin tənliyini yaz uşaqlar. Düzbucaqlı üçbucağın uşaqları balaca eri, yəni daxilə çıxmış çevrənin radiusu necə idi? Balaca yer bərabər A üstəgəl B çıxılsın C bölünsün 2. Katetləri cəmindən çıxacaqsan, hipotenuzu böləcəksən 2-yə. Hipotenuzu Pifaqordan çıxarsaq 6 və 8-dən hipotenuz 10 çıxır. Olacaq 6 üstəgəl 8. Təbii ki, -6 götürmərsən, çünki katetin uzunluğu müsbət 6 olacaq. Çıxılsın 10 bölünsün 2. Radiusun uzunluğu uşaqlar sizə verəcək 2. Radiusun uzunluğunun 2 olması nə deməkdir? Baxın, çevrənin mərkəzinin koordinatları burada çox asanlıqla tapılır. Radiusun 2 olması, bu xəttin də uzunluğunun 2 olması deməkdir. Həmçinin bu xəttin uzunluğunun 2 olması deməkdir. Ona bax, bu nöqtənin uşaqlar hansı ki, çevrənin mərkəzi nöqtəsi adlanır. Həmin o çevrənin mərkəzi nöqtəsinin koordinatları 2, 2 olacaq. Sadəcə x-i -2-dir, çünki 2-ci cürə düşür. -2 və 2. Bu sənin çevrənin mərkəzi nöqtəsinin koordinatlarıdır. Sənə deyir, çevrənin tənliyini yaz. Çevrənin tənliyi necə idi? X çıxılsın A-nın kvadratı üstəgəl Y çıxılsın B-nin kvadratı bərabər radiusun kvadratına. Kənar nöqtə, mərkəzi nöqtə. Kənar nöqtə, mərkəzi nöqtə uşaqlar. Hansı qaydamızdır bu? Kənar MM qaydamızdır. Mərkəzi nöqtələr bizə vacibdir. Kənar nöqtələrə ehtiyac yoxdur. Şablonları yazanda, çevrənin tənliyini quranda kənar nöqtələrin yerinə heç vaxt heç nə qoymayacaqsan. Nə zaman kənar nöqtənin qiymətini tapıb yerinə qoyacaqsan, radius axtaranda uşaqlar. Bizdə isə radius hazırdır. X çıxılsın bir dəfə -2-ni qoyacaqsan, olacaq üstəgəl 2, mötərizə kvadratı üstəgəl. Y çıxılsın 2-nin mötərizə kvadratı bərabər radiusun kvadratı, yəni 4. Çevrənin tənliyi budur.